Ömər ibn Xattab Suheybə deyir ki, ey Suheyb, sən yaxşı kişisən, amma səndə bu üç xislət olmaya. Və deyir, onlardan biri də deyir, yeməkdə israf edirsən. İsraf. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə eşitdim. Deyir, israfa gəlincə yemək verməkdə. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem belə eşitdim. Deyir, sizin ən xeyriniz yemək yedizdirəndir. Deməli, israfdan saymır, süfrəsini açır, bismillah, gəlin oturun, yeyin için. Və sələflərdən biri deyir ki, deyir, dostlarıma süfrə açmağım, onlara yemək verməyim, qonaqlıq verməyim mənim üçün İsmail övladlarından qul azad etməkdən daha xeyirli, daha sevimlidir. Sevərdi dostlarına, yoldaşlarına süfrə açsın, onları qonaq eləsin. Deyir, İsmail övladlarından qul azad etməkdən mənə daha sevimlidir. Və böyük sahabı var, yemək yedizdirmək, xüsusən Ramazanda, xüsusən. Allah Resulü buyurur ki, sallallahu aleyhi ve sellem bir hədisdə, deyir, cənnətdə elə otaqlar var ki, onun zahirindən batini, batinindən zahiri görsənir. Deyirlər ki, Allah'ın Resulü, bu otaqlar kimlər üçündür? Buyurur ki, gözəl söz danışanlar, yemək yedizdirənlər, davamiyyətli oruç tutanlar və gecə vaxtı insanlar yatarkən durub namaz qılanlar üçündür. Gör, necə böyük sahabı var. Bir gün soruşdu, ey Allah'ın Resulü, insanların ən xeyirlisi kimdir? Allah'a ən xeyirli, sevimli insanlar kimdir? Ən gözəl əməllər, xeyirli əməllər, sevimli əməllər hansıdır Allah üçün? Allah Resulü buyurur ki, sallallahu aleyhi ve sellem, deyir, bir müsəlmanın qəlbinə sevinç bəxş eləməyin, onun kədərini, sıxıntısını aradan qaldırmağın, onu yedizdirməyin və onun borcunu ödəməyin ən xeyirli, Allah ən sevimli əməllərdən biridir. Bax, indi Ramazanda olsa gör necə, daha sevimli olmaz mı Allaha? Mükafatı, əcri daha böyük olmaz mı? Əlbəttə elədir. Ramazanda bütün savablar əzəmətlidir, böyükdür. Nəinki adi günlərdə etdiyinə baxanda. Məsələn, deyək ki, məsələn deyirəm, əgər adi vaxtlarda bir ibadətin mükafatı məsələn 10'dursa, Ramazanda bu 100'dür. Belə savablar, belə başa düş. Hər ibadət belədir Ramazan ayında, əzəmətlidir, günahlar da elədir. Çünki zaman, məkan baxımından, yəni məkanın, zamanın şərəfli olma baxımından günahlar da çox şiddətlidir, adi vaxtlarda edilən nisbətdə. Həmçinin cənnətə daxil olmaq üçün fürsətdir insanları yedizdirmək. Peyğəmbər sallallahu aleyhi ve sellem Mədniyə gələndə Abdullah ibn Sələm deyir ki, Yahudi olur, sonra İslamı qəbul edir. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem Mədniyə gələndə hamı ona tərəf getdi, mən də getdim ona tərəf. Və ondan eşitdiyim ilk kəlmələrdən biridir bu idi. Ey insanlar, əfşus sələm, salamı yayın. Və at'imut ta'am, insanları yedizdirin. Qohumluq əlaqələrini möhkəmləndirin və insanlar gecə yatdığı zaman namaz qılın və beləcə cənnətə daxil olun. İlk dediği sözlərdən biri nə oldu? At'imut ta'am, insanlara yemək yedizdirin. Yemək. Və bir hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, at'imut ta'am, insanlara yemək verin. Onları yedizdirin. Və əfşus sələm, salamı yayın, Allah'ın əmr etdiyi qardaşlardan olun.